Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq alt sistemində 18 işə götürən tərəfindən 25 işçiyə uşağının doğulması ilə bağlı ödənişli məzuniyyət verilməsinə dair əmr rəsmiləşdirilib. Bu barədə Nazirlikdən məlumat verilib. Bununla əlaqədar yanvar ayında Əmasda işə götürən tərəfindən işçiyə qeyd edilən məzuniyyətin verilməsinə dair əmrin rəsmiləşdirilməsi üçün yeni funksionallıq da yaradılıb. İndi həmin o xəbərin detallarını xüsusi müxbirimiz Fidan Mədətova bizə çatdıracaq. Hər vaxtın xeyir olsun. Fidan, buyur xəbərin təfərrüatlarını eşidək. Salam Vəfa, bəli, müəyyən qədər informasiyalar verdiniz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmas alt sistemində məhz bəli, müəyyən proseslərin keçirildiyi ilə bağlı, elektron qaydada həyata keçirildiyi ilə bağlı informasiyalar vardı və bu dəfə də məhz 18 işə götürən tərəfindən 25 işçiyə uşağın doğulması ilə bağlı ödənişli məsuliyyət verilməsinə dair əmr imzalanıb. Bəs həmin proses hansı şəkildə həyata keçirilib və söhbət təbii ki, bu məqamda atalıq məzuniyyətindən gedəcək. Həmin məzuniyyət neçə günlük müddəti əhatə edir? Proseslə bağlı bütün detalları elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdürünün müavini Aynur Tağıyevadan eşidəcək. Salam Aynur xanım, sizdən eşidək detallar. Salam, bəli, məlum olduğu kimi, deməli, bu ilin 16 yanvar tarixindən etibarən Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilmişdir. Əslində bu dəyişikliklərin əsas məqsədi əmək münasibətlərinin tənzimlənməsinin formalaşması, eyni zamanda müəyyən anlayışlara aydınlıq gətirilməsi ilə bağlı idi. Bu dəyişikliklərdən biri də atalıq məzuniyyəti ilə bağlıdır. Yəni artıq uşağın doğulduğuna görə kişilər arayış təqdim edərək məzuniyyətdən əvvəl, doğuşdan əvvəl və ya sonra məzuniyyətə çıxa bilirlər, ödənişli məzuniyyətə. Bununla da bağlı arayış təqdim olunur və Əmasda məzuniyyət əmri formalaşır. Məzuniyyət əmrini Əmasda formalaşdırmaq üçün biz artıq həmin funksionallığı Əmasa qanunvericinin tətbiqindən sonra daxil etmişik və həmin funksionallıqdan istifadə edərək işə götürənlər arayış təqdim olunduğu təqdirdə işçiyə məzuniyyət əmri formalaşdıra bilər. Bayaq qeyd etdiyiniz kimi artıq 18 işə götürən tərəfindən 25 sayda işçiyə həmin məzuniyyət əmri formalaşdırılmışdır Əmas üzərindən. Təşəkkür edirəm xanım, çatdığınız detallı informasiyalara görə və bəli, burada vurulmaq istəyir ki, məsələn, Əmas alt sistemi vasitəsilə 18 işə götürən tərəfindən 25 işçiyə uşağın doğulması ilə bağlı məzuniyyət əmri imzalandı və həmin proseslə bağlı detalları sizlə bölüşməyə çalışdıq. Elə ki, bizdə son informasiyaları bu qədər idi, söz yenidən sizə ötürürük. Təşəkkür edirik Fidan. Buraxılışımızsa davam edir növbəti xəbərlərlə.